Pasiyentimiz vaginoplastika üçün müraciət edib bizə. Biz də almışıq əməliyyata. Burada iki doğuşdan sonra böyük çəkili uşaqlar dünyaya gətirib və 2 doğuşdan sonra yaranan sistoseli, rektaseli, yəni loru dildə desək, uşaqlıq yolunun ön divarı, arxa divarı sallanması, cinsel həyat zamanı hava səsinin, qaz səslərinin gəlməsi pasiyenti narahat edir və sidik qaçırtmadan da əziyyət çəkir. Amma sidik qaçırtma hərdən bir olur, yəni mütəmadi olmur deyə biz burada tor yerləşdirmirik və yaxud da o yeni üsul dediyim sidik qaçırtma əməliyyatı icra eləmirik. Sadəcə biz sistoseli, rektaselini aradan qaldırmaq üçün kolporativ əməliyyatı icra edirik. Eyni zamanda darlıq əldə edirik. Doğmamış qadına məxsus bir vagina yaradırıq və pasiyent bu kompleksdən uzaqlaşır. Hər dəfə pasiyent özündən narazı halda, çox affekt